Nəzərinizə çatdırım ki, faktiki təhsil müəssisələrində çalışan pedaqoji heyətin demək olar ki, 80% üzəri məhz xanımlardır. Yalnız yerdə qalan 20%-ə yaxın kişi müəllimlərdir və son dövrlərdə təbii ki, təhsil müəssisələrində baş verən neqativ halların artmasını, kişi müəllimlərin sayı azlığını qeyd etmək olar. Oğlan şagirdlər və yaxud ümumiyyətlə qız şagirdlər hardasa müəyyən qədər çəkinirlər. Qadın müəllimlər isə bir qədər məsələyə daha humanist yanaşırlar. Düzdür, elə xanım müəllimlərimiz var ki, onlar bir növ kişi əzmindədirlər. Onlar baş verən situasiyalar artıq o xanım və ya analıq instinktindən deyil, konkret olaraq daha radikal qərarlar qəbul edə bilirlər. Amma yenə də istənilən halda məktəblərdə, təhsil müəssisələrində və təhsil verənlərin içərisində kişilərin azlığı, kişi cins məhsuluna aid olan şəxslərin azlığı neqativ halların olmasına gətirib çıxarır. Və bu təkcə pedaqoji heyətdə, eyni zamanda idarəetmə heyətində də bilirsiniz ki, kişi müəllimlər azlıq təşkil edir. Əsasən məktəb direktorlarında böyük əksəriyyəti xanımlardan ibarətdir. Və bu da dediyim kimi müəyyən xoşagəlməz halların şagirdlər tərəfindən istər bıçaqlanmadır, istər bullyingə, mobbinqə məruz qoymalardır. Eyni zamanda auditoriyada dərsin gedişatını pozmaqdır, müəyyən məktəb ləvazimatlarına, partalardır, lövhələrdir, nə bilim, şüşələrin sındırılmasıdır və s. Burada artıq onların çəkingənliyi yoxdur. Düzdür, Məktəbəqədər və Ümumi Təhsil Dövlət Agentliyi və Nazirlik tərəfindən bu ildən etibarən şagird davranış qaydaları tətbiq olunmağa başlanılıb və müəyyən qədər bu hardasa qarşısını ala bilər bu kimi neqativ halların. Amma ümumilikdə biz təbii ki, çalışmalıyıq ki, müəllimlərin əmək haqqları yüksək olsun və bu yüksəklikdən qaynaqlanaraq da kişi müəllimlərin təhsil prosesinə qayıtması və yaxud da onların təhsil prosesinin bərpası düşünürəm ki, baş verə bilər.